Yol nişanlarını öyrədən rubrikanı Asparking təqdim edir. Bu rubrikamızda sizə 1.4.1 nişanından 1.4.6 nişanına dək olan nişanlar qrupundan danışırıq. Dəmir yol keçidinə yaxınlaşma nişanları barədə məlumat verəcəyik. Vahid adı olsa da onlar bir-birindən fərqlənən 6 nişandan ibarətdir. 1.4.1, 1.4.6 nişanlar yalnız yaşayış məntəqələrindən kənar yollarda dəmir yol keçidinə yaxınlaşma barədə sürücüləri əlavə məlumatlandırmaq üçün quraşdırılır. Onlar keçidin şlaqbamla və ya svetoforla təchiz edilib edilməməsinə asılı olmayaraq xüsusi ardıcıllıqla qurulur. 1.4.1 nişanı yolun sağ tərəfində və 1.4.4 nişanı ilə yolun sol tərəfində eyni kəsikdə 1.1 və ya 1.2 nişanı ilə birlikdə əksər xəbərdarlıq nişanları kimi, yəni dəmir yol keçidinə 150-300 metr qalmış qurulur. 1.4.3 nişanı yolun sağında və 1.4.6 nişanı yolun solunda təkrarlanan 1.1 və ya 1.2 nişanı ilə birlikdə eyni kəsikdə dəmir yol keçidinə 50 metr qalmış qurulur. 1.4.2 nişanı yolun sağında və 1.4.5 nişanı yolun solunda birinci və ikinci, yəni təkrarlanan 1.1 və ya 1.2 nişanları arasındakı məsafənin ortasında eyni kəsikdə mütləq olaraq quraşdırılır. Yol nişanlarını öyrədən rubrikanı Asparking təqdim etdi. Əziz sürücülər, məhdudiyyətli şəxslər üçün ayrılan parklanma yerlərində yalnız 50 avtomobil nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilər. Asparking mobil tətbiqində onlar üçün nəzərdə tutulan yerlər göy rənglə göstərilir. 50-yi olan şəxslər üçün nəzərdə tutulmuş parklanma yerlərini zəbt etməmək, onların müstəqil hərəkət etməsi və həyatını asanlaşdırması baxımından çox vacibdir. Qaydalara riayət etməklə ictimai nəzakət və hüquq pozuntularının qarşısını almağa kömək etmiş oluruq.